Salam, hər vaxtınız xeyir olsun. Bu günləri blok fənləri üzrə keçirilən sınaq imtahanının nömrə 1-in informatika fənni üzrə sualların izahına baxacağıq. Və ilkin olaraq başlayaq 61-ci sual. 61-ci sualda bizə deyir ki, vektor qrafikasının çatışmayan cəhəti. Biz də bilirik ki, vektor qrafikasının çatışmayan bir dənə cəhəti var, əsas bir cəhəti var. Görüntüdə, yəni xüsusilə də rənglərdə reallığı əks etdirməyin çətinliyi mövcuddur və bu da vektor qrafikasının çatışmayan cəhətidir. Növbəti sualımız 62-ci sualdır. 62-ci sualda hal-hazırda kəsək götürək və izahına baxaq. Bizdə nə deyir? Ümumi həcmi 68 kilobayt. Yəni məndə hər hansı bir ümumi həcmdə olan bir mətn və qrafikanın birləşməsindən ibarət olan bir təsvirim var, yəni məlumatım var, belə deyək, məlumatım var. Bunun ümumi həcmi nəyə bərabərdir? 68 kilobayta bərabərdir. Və burada bizə deyir ki, 258 səhifəlik mətn faylının ilk və son səhifələrində 64 sətir və hər sətrində 32 simvol var. Deməli, məndə ilkin olaraq V mətni tapaq. V mətn bərabərdir. Sətr vurulsun, simvol vurulsun, səhifə vurulsun, bir də əlifbanın biti. Yəni bir simvol düşən informasiya miqdarı. Burada deyir ki, 256 səhifəli mətn faylının ilk və son səhifəsində, yəni bizdə səhifə sayımız 2-yə bərabərdir, sətr sayımız 64, simvol sayımız 32 və heç bir kodlaşdırma cədvəlindən söhbət getmədiyinə görə biz burada ASCII kod cədvəlindən götürəcəyik və bu da bizə 1 bayt verəcək. Baxıram ki, cavab burada ümumi həcm kilobaytdır və bunu keçməliyəm nəyə? Kilobayta. Kilobayta keçmək üçün 1024-ə bölərəm. Burada bir dəfə 30, 2 dəfə, bir dəfə, 2 dəfə. Deməli, 4 kilobayt həcmə malikdir. Və sonra deyirəm ki, biz də bilirik ki, V ümumi həcm bərabərdir. V qrafik üzərinə gəlməsi V mətn. Mən artıq buradan V mətnini tapdım və ümumi həcmi bilirəm. 68 bərabərdir V qrafik üzərinə gəlməsin 4 kilobayt. V qrafik, yəni qrafik faylın həcmi də bərabər olacaq 64 kilobayta. Və bizdən deyir ki, təsvirdə olan piksellərin ümumi sayını soruşur bizdən və monoxrom təsvirlər deyilirsə də V bərabərdir AB-nin düsturundan istifadə edəsək və monoxrom təsvir deyirsə də bizdə enimiz bərabər olacaq 1 bitə. Həcmim 64-dür. Buradan AB-ni tapmaq lazımdır. V bölünsün N. 64 kilobayt və bizdə burada yadımızdan çıxıbdır 256 səhifəmiz də var. 256 səhifəmiz var. Deməli, burada böləcəm 256 vurulsun 1 bit. Biz eyni bizdən piksellərin sayını istədiyinə görə eyni ölçü vahidinə gətirməliyik. 64 vurulsun 2-nin üstü 13, bu da 2-nin üstü 8-dir. Və bizdə 2-nin üstü 8, bu gedəndə 2-nin üstü 5, qaldı 2-nin üstü 11. 2-nin üstü 11 də bərabərdir 2048 ümumi piksellərin sayına bərabər. Deməli, bizdə cavab 62-ci sualımızda A bəndi olacaq. Keçək 63-cü suala. 63-cü sualımızda yenə kəsək götürək, çünki biraz hesab. Və burada boş yerimiz var, boş yerimizdə izah edərik. Nə deyir? Deyir, məndə ümumi həcmə malik olan tam dolu diskdən 3 kilobayt, 3 ədəd 2 megabaytlıq. Deməli, 3 ədəd 2 megabaytlıqdırsa da, deməli, 6 megabayt burada. Və 4 ədəd 512 kilobaytlıq, deməli, 2 megabayt da bu. Fayl şəkili və 8 mali silindikdən sonra. Deməli, məndə ümumi həcmi neçədir? 12 megabaytdır. Və mən bu hər ikisinin cəmini çıxsam, deməli 8. Qaldı neçə? 4 megabayt. 4 megabayt qaldı. Və bu deyir ki, bu 4 megabaytdan da
Yəni digər mətn fayllarını çıxsam, yəni belə yazaq da 4 megabayt çıxılsın 8x, yəni 8 dənə eyni həcmə malik olan 8 dənə eyni həcmə malik olan faylı silibsə də, onda nə qalır? Və yerdə qaldı 2 megabayt. Və buradan da yazıram 8x bərabərdir 2 megabayta. 2 megabayta. Və məndə bir mətnin faylında x-ın da bərabərdir, yəni bir mətn faylının həcmi tapsam 2 megabaytı böləcəm 8-ə. Və buradan da 2 megabaytı 8-ə böləndə 2 megabaytım eləcək 2 vurulsun 2 üstü 10 kilobayt. Onu da bölsək 8-ə. Burada qaldı 4. 2-nin üstü 8. 2-nin üstü 8 kilobayt. Cavabımız olacaq 256 kilobayt. Növbəti sualımıza baxaq. Növbəti sualımızda 64-cü sualda. 64-cü sualda deyir ki, Unicode kodlaşdırılmasında yazmış mətnin hər səhifəsində 32 sətr və hər sətrində 16 simvol var. Ötürülmə sürəti 16 kilobit saniyə olan şəbəkədə fayl 16 saniyə vaxt sərf olunursa, faylın neçə səhifəsi var? Aha, biz bir dəqiqə Unicode-laşdırmada verib hər səhifəsində 32 sətr var, simvol var, Unicode var. V-ni tapmaq lazımdır. V-dən də sonra V bərabərdir I düsturundan istifadə edəcəyik və bizdən də səhifə sayını soruşur. Aha, ötürülmə sürəti bu qədər. Ötürülmə sürəti 1 saniyəyə 16 kilobit ötürübsə də 16 saniyəyə neçə x? 16-nı da x da bərabərdir 16 vurulsun 16 kilobit. 2-nin üstü 8 x bərabərdir 256 kilobit. Buradan aldıq kilobit. Bu mənim oldu ötürülən həcmim. Yəni mənim V-im bərabər oldu bu həcmə. Və indi buradan həcmim oldu necə? 256 kilobit. Və məndən də səhifə sayını soruşduğuna görə V, sətir, simvol, bir də I. Bunu yerinə yetirməliyik. V-miz, həcmimiz 256 kilobitdir. Onu da böləcəyik. 32 vurulsun 16 simvol vurulsun 16 bit. Bitlərimiz gedəcək. Burada qalacaq 256 vurulsun. Bunu da 2-nin üstü qüvvət şəklində yazsaq. 2-nin üstü 8 vurulsun 2-nin üstü 10. 2-nin üstü 5 vurulsun 2-nin üstü 4 vurulsun 2-nin üstü 4. Elədi neçə? 2-nin üstü 4. Bundan bu. 2-nin üstü qaldı. 2-nin üstü 5. Deməli mənim səhifə sayım 32-yə bərabərdir. Cavabımız olacaq 64-də B bəndi. Növbəti sualımıza baxaq. Deyir ki, növbəti sualımız da asan suallardan biridir. Yəni say sistemlərindən istifadə olunan. Deyir 7, 6, x, 1, minus doğru olduğu əsası ən kiçik olan say sisteminin rəqəmləri olan ən kiçik 3 rəqəmli ədədin yaddaşda tutduğu yer. Aha. Yazaq bunu açılış yazılış kimi 76x çıxılsın 14x bərabərdir 62x. 7x bir dəqiqə 7x üzərinə gəlinsin 6 çıxılsın 1x üzərinə gəlinsin 4 bərabərdir 6x üzərinə gəlinsin 2. Bunu açıb yazsaq 7x üzərinə gəlinsin 6 çıxılsın 1x çıxılsın 4 bərabərdir 6x üzərinə gəlinsin 2.
6x çıxış gələndə üzərinə üstə gəlsin 2 bərabərdir 6x üzərinə gəlsin 2. Və buradan da məlum olur ki, sağ və sol tərəf bir-birinə bərabər olduğuna görə, deməli bu say sistemləri istənilən say sisteminə götürülə bilər. İntihası bu şərtlə ki, bu say sistemlərində ən böyük rəqəmi 7 olsun. Yəni ən kiçik say sistemi, deməli məndə burada bu say sistemləri, yəni 8-dən yuxarı, 8-li say sistemindən yuxarı istənilən say sistemində bunu təqdim etmək mümkündür. Və bizdən də soruşur ki, yəni aldım mən ən kiçik say sistemi 8-lik. Deyir ki, əsası kiçik olan say sistemi rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədin yaddaşda tutduğu. 3 rəqəmli ədəd deyirsə də, yəni bizdə burada fərqi yoxdur. 1, 0, 2 yazaq, yəni 8-li say sisteminin ən kiçik rəqəmi desək, yəni 3 simvol varsa da, biz də bilirik ki, 8-li say sistemində bir simvolun 3 bit yer tutur. Və ona görə 3-ü də vuracaq 3-ə, eləcək 9 bit. Cavabımız olacaq 9 bit. Keçək növbəti sualımıza. 66-cı sualda deyir ki, bizə hal-hazırda 44-2 8-lik say sistemində vururuq 5 vurulsun 6 8-lik say sistemində. Və burada nə edəcəyik? 5, 6. 8-lik say sisteminin vurma qaydasından istifadə edə bilərik və yaxud da onluq say sisteminə keçib yenidən qayıda bilərik. Yəni o bizdə vaxt aparmasın deyə biz nə edəcəyik? Bunu birbaşa 8-lik say sisteminə vuracaq. 6-nı 2-yə vurduq, biz neçə verəcək? 6 dəfə 2, 12. 12 də say sistemində əsasını çıxsaq, deməli 12-ni bölürük 8-ə, qalır 1, qalıqımızda 4. 4-ü yazırıq, 1-i yadda saxlayırıq. 6-nı 4-ə vurduq, 20. 20-ni böldüm 8-ə, 2 dəfə 20, 6-nı 4-ə vurdum 20, bir də yaddaydı 21. 21-i 8-ə böldüm 2 dəfə, 16, burada qalıq qaldı neçə? 16, 4, 5. 5-i yazdıq bura. Və 5-i yazdıq bura və bu 2-ni yenidən bunun qabağından yazdıq. 5-i 2-yə vurduq 10, 10-u böldük say sistemin əsasına bir dəfə, qalıq 2, buradan yazdıq 2. 5-i vurduq 4-ə 20. Bayaq düz yazmadım. Bayaq düz yazmadım. Üzr istəyirəm. Bir dəqiqə yenidən gedək. Yenidən başlayıb bir fikrimdən yayıldı. Bax 4, 2, 8-lik say sistemində vurduq 5, 6, 8-lik say sistemi. 6 dəfə 2 neçə elədi? 6 dəfə 2, 12. 12-ni böldüm say sistemin əsasına 1 yadda 4 yazdıq. 4-ü yazdıq bura. 6 dəfə 4, 24. Biz də yadda 25. 25-i 8-ə böləndə 3 dəfə qalıq 1. Oldu 1. Və 3-ü də bunun qarşısına yazdıq. 5-i 2-yə vurduq 10. 10-u böldük say sistemin əsasına bir dəfə qalıq 2. Yazdıq buradan 2. Sonra 5-i vurduq 4-ə 20, bir də yaddaydı 21, böldüm 8-ə, elədi 2 dəfə, qalıq 5. Oldu bu 2, 5. Buradan yazdıq 4, 1-in üzərinə 2 gəldim 3, 3-ün üzərinə 5, 8, 8-lik say sistemində olduğuna görə biz burada say sistemin əsasını çıxsaq 0, 3, 30, 34. Cavabımız oldu A bəndi, 66-da A bəndi olmuş oldu. Bir dənə fikirdir, diqqət yanılğı, bütün sualı səhv elədi. İndi baxaq 67-ci sualda. 67-ci sual nəzəri sualdır. İnformasiyanın təqdim edilmə formalarından biri deyil. İnformasiyanın təqdim olunma formaları 5 dənə idi. Səs, ədədi, mətin, qrafiki, bir də video. Analoq bizdə informasiyanın təqdim olunma forması deyil, adi formasına aiddir. Növbəti sualımız kəsək götürək, bir qədər yəqin ki, vaxt aparan bir sual olacaq bu. Nə deyir bizdə sualda? Bunun üçün cədvəl informasiya modelindən istifadə edək, cədvəl çəkmək lazımdır. Cədvəl çəkərək biz bunu daha rahat yerinə yetirə bilərik. Verilib bizdə
Həkim, Aysel, Elvin, Murad, Nərmin, Bakı, Sumqayıt, Şəki, Qəbələ. Belə olanda 3 dənə cədvəl çəksəniz daha rahat olar ki, siz bunları daha aydın görə bilərsiniz. Sonra kim? Gəldik yenə Aysel, Elvin, Murad və Nərmin. Nə? Hansı səhərlə ikisi mühəndisdir. Mühəndis, buna müəllim belə yazaq ki, bilək. Biri isə həkimdir. Üzr istəyirəm, bir dəqiqə. Bir dənəsini də çəkək, bir dənə də qrafik çəkək. Biz cədvəl yenidən bir dənə cədvəl çəkək. Biraz qarışıq oldu hamısı. Bakı, Sumqayıt, Şəki, Qəbələ. Ondan sonra mühəndis, müəllim və həkim. Baxaq ki, Şəkidə işləyən mühəndis deyil. Şəkidə işləyən mühəndis deyilsə də, Şəkidə işləyənlərin qarşısına xəttim qoydum. Həkim nə Sumqayıtda, nə də Şəkidə işləyir. Deməli, həkimə Sumqayıtla Şəkiyə bir minus qoyaq. Nərmin Bakıda, Aysel isə Şəkidə işləmir. Nərmin Bakıda, Aysel isə Şəkidə işləmir. Aysellə Murad mühəndis deyil. Qəbələdə işləyən mühəndis deyil. Buradan artıq məlum oldu ki, Şəkidə işləyən müəllimdir. Müəllim isə digərləri ola bilməz. Qəbələdə işləyən həkimdir. Buradan yazaq. Qəbələ, həkim, Şəki, müəllim. Qaldı bizdə mühəndislər. Ya Bakıda işləyir, biri Bakıda işləyir, biri də Sumqayıtda işləyir. Baxaq görək özgə nə deyir bizə. Şəkidə işləyən mühəndis deyil. Şəkidə işləyən mühəndis deyilsə də, mühəndislər bizdə. Mühəndis ya Bakıda işləyir, ya da Aysel mühəndis deyilsə də, mühəndis deyil. Aysel biz tapdıq ki, Şəkidə işləyən müəllimdir. Şəkidə işləyən müəllimdirsə də, deyir Aysel Şəkidə işləmir. Şəki şəhərində işləyən də mühəndis deyil. Şəki şəhərində işləyən mühəndis deyil. Aysel bildik ki, Aysel Şəkidə deyil. Şəkidə olmadığına görə avtomatik olaraq bizdə Ayselə gəlib düşəcək. Həkim, Ayselə həkim düşəcək və qaldı bizdə Murad. Murad da bizdə Şəkidə müəllim işləyən olacaqdır. Şəkidə müəllim işləyən Muraddır. Digərlərini heç axtarmağa ehtiyac yoxdur, çünki bizdən Muradı soruşurdum, cavab C-dəndir. Keçdik deyir ki, flash yaddaşlara aiddir. Flash informasiya daşıyıcısına aid olanı seçin. Flash daşıyıcısına HDD bizdə disklərdir, burada yoxdur. Blu-ray, optik diskdir, FTP bizdə optik diskdir, DVD-də optik disklərə aiddir. Deməli bizdə SSD-dir. SSD flash yaddaşlara aiddir. Maraqlı bir sualdır, məntiqli sualdır. Bunu uşaq çətinliklə tapa bilər.
Yəni qarışdıra bilər. Deyir ki, qonşuluq matrisinə əsasən hansı təsvir doğrudur? Bu biraz qəliz faildir. Nəsə də böyüyüb, kiçilmir. Baxaq. Deyir, A-dan B-yə yol var, A-dan C-yə yol var. A bəndində belədir, B bəndində belədir, C bəndini ataq. C bəndimiz getdi. C bəndimizdə uyğun deyil. A-dan B-yə, C-yə yol. C bəndimizi açsaq, qaldı nə? A-dan B-yə, C-yə 1, A-dan B-yə, C-yə 1. Bu hamısı uyğun gəldi. B-dən A-ya var, bir də F-ə var. B-dən A-ya var, F-ə var. Burada Y göstərirsə də, Y-yə də var, C-yə də var. B-dən A bəndi ola bilməz, çünki B-də A, Y, F var, S-ə yoxdur. A bu ola bilər, bu ola bilməz, C bəndi getdi. C, D getdi. Digərlərinə bax, Y-dən B-yə var, C-yə var, D-yə var. Y-dən B-yə var, C-yə var, D-yə var. Bu da var. F-dən bir dənə B-yə yol var. F-dən bir dənə B-yə yol var. Cavab elə bizdə 70-ci sualda Y bəndinə uyğun gələcək. Bir qədər format uyğun gəlmədiyinə görə kiçiltmək olmur. Bir-bir gərək hesablayasan. Bu belə. Y bəndi getdi. Növbəti sualımız 71-ci sualdır. Üzr istəyirəm. 71-ci sualda deyir ki, 1 GB-ın 2də 1 hissəsi neçə kilobaytdır? Bizdə də 1 GB, sonra megabayt, sonra kilobayt. Kilobayta keçdiyinə görə biz də gigabaytdan kilobayta keçirik. 2də 1-i vuracağıq. Neçəyə? 2-nin üstü 20-yə. Cavabımız olacaq 2-nin üstü 19. 71 A bəndi. Keçək növbəti sualımıza 72. 72-ci sualda bizə deyir ki, bir məktəb turnirində idman turniri keçirir. Turnirdə iştirak etmək müəyyən şagirdlər vardır. 6-cı sinifdən 2 şagird iştirak edə bilər. 7-ci sinifdən 3 şagird, 8-ci sinifdən 2 şagird və 9-cu sinifdən 4 şagird olmaqla 4 nəfərlik komandadır. Deməli, biz də 2-ni vuracaq, 3-ə vuracaq, 2-yə vuracaq, 4-ə. 6, 12, 12-ni də vursaq 4-ə, 48 dənə müxtəlif üsullar biz seçim edə bilərik. 72-ci sualımız getdi. 73-cü sualda bizə nə deyir? Kompüter modelləşdirməsinin mərhələləri. Birinci bizdə nə olmalıdır? Bizdə olmalıdır informasiyanın, yəni təsvir informasiya modelinin qurulması. 2. Sonra formal informasiya modelinin qurulması, daha sonra kompüter modelinin qurulması olmalıdır. 4 getdi. Sonra kompüter eksperimentinin aparılması və nəhayət alınmış nəticələrin təhlili də 3 olmalıdır. Cavabımız hansı bəndə uyğun gəlir? A bəndinə. 73 A bəndi. 74-cü sualımızda. 74-cü sualımızda bir qədər 3 rəqəmli cüt ədəd yaratmaq olar. Burada 2 variantdan istifadə edəcəyik. Birinci variantımızda bizdə sonu sıfırla bitən ədədlər, yəni 3 variantdır. Sonu sıfırla bitən ədəd, o sıfırla bitsə 1-dir, təkrarlanmayan deyir. 2-də 2, 4, 6 dənə ola bilər və növbəti də 5 dənə. Deməli, 30 variant buradadır, 30 variant. Və bir də bizdə digər variantlar var, yəni 2, 4, 6, bu 3 və 0 əvvəldə olmadığına görə burada 5 variant və 1 variant çıxsaq yenə 5 variant. Bu da 5-i 5-ə vuranda bu da elədir 75. Bu ikisini cəm bizə verəcək 105. Cavab varmı belə? B bəndi. D bəndi getdi. 75. 76-cı sualımızı kəsək götürək daha rahat.
İzah edək, görək nə sualdır. 75-ci sualda bizə deyir ki, 8 say sistemində verilmiş 7, 6, 0, 3, 16-lıq say sistemində yazılışını göstərin. Asan bir sualdır. Yəni 8 say sistemindən 16-lıq say sisteminə keçid edəndə biz nə edirdik? İlkin olaraq biz 12-lik say sisteminə keçməliydik. Yəni 3-3 parçalamalıyıq və sonra 4-4 qruplaşdırmalıyıq. Bizdə 1 2, 4 qaydasını istifadə etsək, bu bizə verəcək 0, 1, 1. Bu verəcək 0, 0. Bu verəcək 1, 1. 0. Bu birisi də bizə verəcək 1, 1, 1. Və burada biz yenidən 4, 4 qruplaşdırsaq, bizə sonu 3. Burada sonu 3, bu 4 bu da. 1, 2, 4, 8. Bu da bizə F. F 8, 3. C variantımız doğru cavab olacaq. C variantımız oldu, doğru olacaq. Deyək ki, 76-cı da rastoqrafik redaktorlarına aiddir. Rastoqrafik redaktorlarına aid olanlar biz hamısını bir-bir saya bilərik. Vaxtımız məhdud olduğuna görə saya bilmirik. Harda paint gördük, bu bizdə rastoqrafikasına uyğun gəlir. Deməli, cavabımız olacaq Y-bəndi. Keçək növbəti sualımıza. 76. 76-dan sonra 77-ci sualda bizə nə deyir? 77-ci sualda deyir ki, verilmiş kompüterdə yaddaşda tutduğu yerləri müəyyən edin. 512 nə qədər yer tutacaq bizdə? 2-nin üstü 9 və gələk 1. 512, 2-nin üstü 9-dur. Deməli, 1 arxasına 0. Bu bizdə birinci 10 bit yer tutacaq. 10 bit. 1-ə B, 2, 3. İkinci, 16-lıq say sistemində bir simvolun 4 bit yer tutduğuna görə 12 bit burada olacaq. 8-ci say sistemində bir simvolun 3 bit yer tutduğuna görə bu da bizdə 6 bit yer tutacaq. B, D, A. Cavabımız A bəli. 78-ci sualımıza baxaq. 78-ci sualımız da nəzəri suallardan biridir. Deyir ki, təqdim olunma formasına görə modelin növlərini deyin. Təqdim olunma formasına görə modelin 2 növü var. Biri 2 növ var. Maddi model, bir də informasiya modeli. Bizdə də burada cavabımız Y-bəndinə uyğun gələcək. Keçək indi növbəti sualımız 79-cu sualdır. 79-cu sualı kəsək götürək. Bir onluq say sistemində verilmiş 32-nin üzərində 4, üzərinə gəlsin 4-ün üzərində 8, üzərinə gəlsin 2-nin üstü 7. İfadəsinin 16-lıq say sistemində təsvirində olan 0 rəqəmlərinin sayını tapın. Biz bunların hamısını gətirməliyik neçəyə? Onluq say sisteminə 16-nın qüvvətləri kimi yazmalıyıq. 2-nin üstü 20, üzərinə gəlsin 2-nin üstü 16, üzərinə gəlsin 2-nin üstü 7. 2-nin üstü 20, bizdə 2-nin üstü 4-ün üzərində 5, üzərinə 2-nin üstü 4-ün üzərində 4, üzərinə gəlsin 2 vurulsun 2-nin üstü 4, bu da neçə elədi? 2 vurulsun 2-nin üstü 4, bu da 7 olması üçün, bu da 2-nin üstü 3. Deməli, bizdə burada hal-hazırda 6 rəqəmli ədəddir. Çünki 16-nın, bunu yazsaq açıq 16-nın üstü 5, üzərinə gəlinsin 16-nın üstü 4, üzərinə gəlinsin 8 vurulsun 16-nın üstü 4. Ən yüksək dərəcəmiz 5 olduğuna görə bizdə 6 rəqəmli bir ədəddir və 6 rəqəmli ədəddirsə də buradan 3 dənəsi 1-dirsə də bunlar 1 təsəvvür edilir və
Qalan 3 dənəsi də 0 olacaq. Cavab oldu C bəndi. Üzr istəyirəm. Növbəti 79-cu sual, 80-ci sualda hal-hazırda 80-ci sualda deyir ki, 129 simvollu əlifba. 129 simvollu əlifba deyilsə də, bizdə bir simvolumuz neçə bit olacaq? 8 bitə bərabər olacaq. Və informatika sözü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvol olduğuna görə bizdə 88 bitə bərabər olacaq və yaxud da 11 bayta. 11 bayt. Cavabımız oldu 80-də C bəndi. Azaltmışıq, az qaldı.